Salam, kimya fənni üzrə dərs 3-ə başlayırıq. Cansız təbiətin elementləri və maddələri mövzusudur bu mövzu. Bundan qabaq isə canlı təbiətin elementləri mövzusunu dərs 2-də izah eləmişdik. Cansız təbiətə daxil olan, ümumiyyətlə, cansız təbiətə nələr daxildir? Biz bilirik ki, cansız təbiətə coğrafi anlayışlarla versək, atmosfer, əsasən biz əlaqədə olduğumuz hissələri göstərirəm. Atmosfer daxildir, daha sonra hidrosfer və bir də litosfer daxildir. Biz bunlara əsasən baxıb görəcəyik ki, hansı elementlər çoxluq təşkil edir. Atmosferin aşağı hissəsi hava adlanır. Havada biz bilirik ki, ən çox hansı elementlər var? Ən çox təşkil edən element azot elementidir, yəni azot qazı, təqribən 78%-dir. İkinci yerdə isə oksigen elementindən təşkil olunmuş oksigen qazı. Bu da təqribən 21%-dir. İkisi bir yerdə az qala havanın əksər hissəsini təşkil edirlər. Buna baxmayaraq 1%-ə yaxında digər qazlar da var. Misal üçün, bu qazlara əsasən aiddir karbon qazı, CO2 formulalıdır. Daha sonra arqon qazı, helium qazı, su buxarının özü, yəni buxar halında olan su və digər qaz halında olan maddələr də daxildir. Amma əsasən təşkil edir azot qazı və oksigen qazı və təbii olaraq azot elementi, oksigen elementi. Həm elementcə, həm də maddəcə tərkibində birinci, ikinci yerdə dayanan maddələr bunlardır. İkinci yerdə hidrosfer, yəni su təbəqəsi. Bunlara aiddir dənizlər, okeanlar, göllər, çaylar və s. Ümumilikdə götürsək, dəniz yazırıq bura. Bunların bəs tərkib hissəsi nədən ibarətdir? Bilirik ki, dənizlərin, göllərin hamısının əsas tərkib hissəsi sudur. Təbii ki, şirin su hövzələrində, çaylarda, göllərdə və s. əsasən daha təmiz sudur. Amma dəniz və okeanlarda müəyyən miqdarda həll olunmuş duz da var. Duzları nəzərə almasa, o duzlarda təkcə xörək duzu deyil, müxtəlif duzlardır. Kalium klorid də var, berilyumlu duzlar var və s. Müxtəlif duzlar var. İndi onların da müəyyən faizi var da, hər dənizdə eyni faiz deyil. Onları çıxmaq şərti ilə əksər hissəsini nə təşkil edir? Su təşkil edir. Suyun da tərkibində hidrogen və oksigen var. Ümumilikdə hesablasaq, hidrogenin kütləsi 1-dir, oksigenin kütləsi də 16-dır. 2 hidrogen var, deməli ümumilikdə kütlə 18-dir, suyun molekul kütləsi belə götürsək. Bunun 16-sı oksigenə, 2-si hidrogenə aiddir. Bunu da sadələşdirdikdə demək olur ki, suyun 9-da 8 hissəsi, bu da ümumilikdə götürsək, təqribən 90%-ə yaxını, yəni 88%-dən çoxu nədir? Oksigendir. Deməli, hidrosferin, yəni su təbəqəsinin əksər hissəsinə aiddir oksigen. Az qala 90%-nə yaxındır. Elə yuvarlaq hesabına 90% götürək. Və ikinci yerdə də gəlir hidrogen. Oksigen bu şəkildə yazmayıq, çünki element kimi, tərkib kimi götürməliyik. Ona görə bu hissəni pozaq. Deməli, oksigen elementi 90%, hidrogen elementi təqribən 10%-ə yaxında, 10%-dən də biraz çoxdur. Maddə olaraq da sudur. Yəni, maddə olaraq H2O-dur, element olaraq oksigen, hidrogen elementləridir. Litosferin üst qatı, yəni yer qabığı, yəni litosfer bütövlükdə yox, üst qatını biz nəzərdə tuturuq, yəni yer qabığın. Yer qabığının bəs əsas tərkib hissəsi nədir? Yer qabığında əsasən maddə olaraq tərkib hissəsi qum və gildir. Yəni qum və gil. Bunların bəs element olaraq tərkib hissəsi nədir? Qumun ümumi formulu belə götürsək, silisium dioksiddir. Yəni qumun tərkibində silisium var və oksigen var. Bəs gilin tərkibində var. Gilin də tərkibində silisium və oksigen var. Bunlara əlavə olaraq həmçinin alüminium da var. Onda ümumilikdə götürə bilərik ki, yer qabığının əksər hissəsini oksigen təşkil edir. Birinci yerdə, sonra silisium təşkil edir, sonra alüminium təşkil edir. Sıra ilə yazsaq, ümumilikdə yer qabığında oksigenin payı 47%-ə yaxındır. Sonra ikinci yerdə silisium gəlir, 28%-ə yaxındır. Üçüncü yerdə alüminium gəlir, təqribən 8%-ə yaxındır. Dördüncü yerdə dəmir gəlir, təqribən 4%-dən çoxdur, 4,5%-ə yaxındır. Beşinci yerdə kalsium gəlir, 3,5%-ə yaxındır. Sonra daha az olan elementlərdən natrium və kalium təqribən hər ikisi 2,5%-ə yaxındır. Və son olaraq maqnezium
2,2% yaxındır və digər elementlər birlikdə 1,8% yaxındır. Bu təqribi qiymətlərdir və indiki dərslikdə verilən qiymətlərdir. Ola bilsin gələcəkdə bu miqdar dəyişsin. Yekunlaşdıraq dərsimizi. Ümumilikdə görürük ki, maddi olaraq havada azot qazı, oksigen qazı, yəni N2O2 var. Maddi olaraq hidrosferdə H2O maddəsi, yəni su var. Yer qabığında da maddi olaraq əsasən qum və gil var. Bu maddə hissəsi, indi element hissəsinə keçək. Atmosferdə ən çox oksigen elementi var. Daha doğrusu azot elementi var, sonra oksigen elementi var. Hidrosferdə ən çox oksigen elementi var, hidrogen elementi var. Litosferdə, yəni yer qabığında ən çox oksigen elementi var. Sonra silisyum elementi var, sonra alüminium, dəmir, kalsium, natrium, kalium, maqnezium siyahısı ilə gedir. Ümumilikdə götürsək 3 element əsas təşkil edir. Oksigen, silisyum, alüminium elementi var. Elementlə maddənin fərqini bundan əvvəlki dərsdə ətraflı izah eləmişdik. Və bütövlükdə götürsək, biz deyə bilərik ki, cansız təbiətdə liderlik eləyən maddə, daha doğrusu element oksigen elementidir. Ona görə də biz yer planetin ümumilikdə oksigen planeti kimi götürə bilərik. Yəni oksigen həm cansız, həm də canlı təbiətin əsas hissəsini təşkil eləmiş oldu. Belə desək, bir planetdə həyatın var olması üçün, yəni buna bənzər şəkildə oksigen elementinin olması ona görə vacibdir ki, həmişə atmosfer belə deyə də astronomik xəbərlərdə, astronomiya haqqında danışanda oksigenin varlığı nəzərdə tutulur. Hansı planetdə oksigen vardır və yaxud da yoxdur, ona əsasən deyirlər həyat var. Bu qədər. Bu dərsimiz bundan ibarət idi. Növbəti dərslərdə görüşənədək. Sağ olun.